Herkese selam, kanalıma durmamınız hoş geldiniz. Ben Asim. Bu günler yeniden yeni bir videoyla karşınızdayım. Sesim biraz qəribə gələ bilər çünki xəstələnmişəm və boğazım biraz ağrıyır, burnum tutulub. Bu cür nədir vəziyyət hal-hazırda. Əslində sağalmışdım. Yəni bundan əvvəl 3 gün, 4 gün, 5 gün əvvəl falan olsa xəstə idim mən. Sonra sağalmışdım. Sağalmamışdım tam. Sağalmağa doğru gedirdim. Sonra dünənləri təzədən medal vermədən qayıdandan sonra gördüm ki, boğazım ağrıyır. Dedim, mübarəksən Asim, təzədən xəstələnirsən. Bu günlər oyandım, yenə boğazım biraz ağrıyır, burnum tutulub falan. Və hər dəfə də mən xəstələnəndə şey edirəm, isti suya limon tökürəm, bal tökürəm, zəncəfil tökürəm, içirəm. Sonra boğaz üstündə atqaşlı var, dərman, onu içirəm. Bu dəfə amma keçən dəfə dükana girmişdim. Həmin o limonlu, zəncəfilli çayı falan gördüm. Liptonun da belə sallama çay. Onu gördüm, aldım deyənə. Bu dəfə heç onu düzəltmədim. Şey olanda ancaq onu içirdim. Bir də atqaşlı yerinə kalsi, bir dənə də başqa nəsə dərman var idi. Qrip üçün idi, neydi? Adı yadımda deyil, onu içirəm. Yəni tez sağalam əslində. Yəni keçən dəfə də xəstələndim. 2 günə falan düzəldim. İndi bu gün inşallah yəni dərmanlar içim, sabaha normallaşaram. Bu günləri nə edəcəyik, onu deyim sizə. Çox danışdım. Buz arenasına gedəcəyik, uşaqlarla belə təqribi tam sinif deyil, amma sinif uşaqları ilə də gedəcəyik buz arenasına. Oradan da bilmirəm, böyük ehtimalla harasa gedəcəyik, amma yəni har olduğunu bilmirəm. Çünki heç bir şey qərarlaşdıra bilmədik, orada böyük ehtimalla qərarlaşdırarıq. Bir də bu günlər saat 11-də mənim hazırlığım var, informatika hazırlığı. Həmin o hazırlığa gedəcəyəm, saat 1-də qutardı. Sonra saat 2 üçün falan görüşəcəyik biz, öz yerinə gedəcəyik. Və bir şey də var. Bu günlərim təqribi 8-in yarısı falan oyandım mən və hal-hazırda saat 9-a qalır və oyanandan nə edirəm? Python-la əlləşirəm, cəbəlləşirəm. Bu demişdim də, yəni təzə playlistə keçmişəm. Kanalın adı yazılım bilimidir. Yəni istəyənlər olsa gedib baxa bilər oradan. Yəni maraq qəşəng izah edir, yəni çox qəşəngdir. Bundan əvvəlki dərslərə, bundan əvvəlki baxdığım playlistə mən bir yerə kimi gəlmişdim onsuz da. Burada yenidən təzədən sıfırdan başlayıram. Hal-hazırda bu if, elif falan izah elədi deyənə bu. Dedim ki, qoy oturum belə proqram yazın bir dənə maraqlı. O da elədim proqramı. Neydi məqsəd? Yəni bir restorana girirsiniz, restoranda yəni pulunuzu daxil edirsiniz və pulunuza uyğun olaraq sizə deyir ki, siz nə edə bilər. Məsələn, 10 dollardan aşağıdırsa yazır ki, ancaq su içə bilərsiniz. 20 dollardan aşağıdırsa deyir ancaq yemək yeyə bilərsiniz ya da ancaq su içə bilərsiniz. Yəni 20 dollardan böyüksə, 50 dollardan, 20 dollardan böyüksə, 20 dollardan böyüksə eləmişdim. Həm su içə bilərsiniz, həm yemək yeyə bilərsiniz. 100 dollardan böyüksə istədiyinizi eləyə bilərsiniz falan. Ondan sonra dünən də bir dənə kod yazmışdım. O da şeydir, məsələn, ad soyadını daxil edirsən, yaşı daxil edirsən və sənə sıralı şəkildə bu göstərir də. Ad nədir, soyad nədir, yaş nədir? Bir növ necə cədvəl kimi. Sonra bir dənə proqram yazdım. Onun məqsədi neydi, tamam yadımdan çıxıb bu cürünə. Sonrasında indi bu Python-u qutarım. Burada şeyə baxın, bir dənə baxmaq istəyirəm. Bu while'dır, sonra for range falan. Oturum, gözlüyüm deyim də dəqiq. While döngüsü örnek proqram, for döngüsü örnek proqram. O 4 dənə video var. Yəni ikisini də öyrədir, ikisində nümunə kimi məsələ verir. Məsələ vermir, yəni kod şey eləyir, göstərir bizə. Götürüb o 4 videoya baxandan sonra da mən böyük ehtimalla boş vaxtım qaldı. O boş vaxtda da oturub ingilis dili işləyəcəyəm. Çünki dili öyrənməliyəm. Yaya kimi ingilis dilini B2 səviyyə gəlməliyəm. Hal-hazırda mənim təqribi səviyyəm B1 civarı falandır. Yəni tam B1-i bitirmişəm deyil, B1-in ortalarında belə fırlanıram da. Çünki necə bir listening oldu, onu tamam başa düşürəm, reading oldu, tamam başa düşürəm, writing oldu, qəşəng yaza bilirəm. Axırı vaxtlar speakingində düzəməlli olmağa başlayıb. Bizim müəllimimiz məktəbdə məsəl üçün şey olanda ingiliscə danışmalı oluruq. Sağ olsun, qəşəng müəllimdir. Hə, bu cürünə də yəni o ilə o cürünə ingiliscə esselər falan olur məsəl üçün. Biz onu yazmırıq, şifahi qurmağa çalışırıq da. Oradan məsəl üçün o plus da yavaş-yavaş ingiliscə fikirləşməyə başlayırsan. Yəni avtomatik danışanda da biraz da rahat olur sənin üçün. Ona görə çalışın
o cür nə eləyim. Birinci cümləni beynimizdə Azərbaycanca keçirdib, sonra o ingiliscəyə çevirməyində birbaşa elə ingiliscə fikirləşməyə çalışır. Yəni bir də şey var məsələn, istənilən kinoya ingilis alt yazı ilə baxsam, onda mən başa düşəcəyəm. Və bir kitab da oxusam məsəl üçün ingilis dilində çətinlik çəkərəm, amma o qədər də yoxdur. Və səviyyə kitabları olsa çətinlik çəkmərəm. Yəni B2 səviyyə bir kitab olsa onu tamam belə oxuyaram rahat. Bir də məsələn kitab almışam, Stefan Zweig'in Şahmat kitabı da. Onu ingiliscəsini almışam, Chess. Oturub indi yəni onu oxumaq istəyirəm də. İndi yox, yəni ümumiyyətlə o kitabı oxumaq istəyirəm. Və vurdum GPT-yə, deyir ki, o B2 plus C1 səviyyəsi falan sayılır. Biraz problemdir, amma yəni oxuyacağıq da yenə də bunu 3 manat pul vermişəm o kitaba. Şeydir də, o da necə eləyəcəm? Məsəl üçün cümləni oxudum, bilmədiyim sözlər oldu. Altından xətt çək, tərcüməsini yaz və öyrən. Gələn dəfə səhərsi günləri həmin səhifə təzədən oxucuna, o bir səviyyəyə keçkinə. Yəni ingiliscə kitab oxumağımın məqsədi tamamilə odur ki, təzə sözlər görüm, o sözləri öyrənim. Yəni o kitabı mən bir dəqiqə mənə nəsə qatsın deyə oxumuram. Normalde yəni Şahmat kitabını onsuz oxumaq istəyirdim. Prosta Azərbaycancasında nəsə başa düşüm də. Amma ingiliscəsini gördüm, dedim qoy mən bunun ingiliscəsini alım. Birinci, mən bunu gündə bir səhifə, uzaqbaşı 2 səhifədə ancaq oxuyum, tərcümə eləməyə çalışım. Ondan sonra sözlərin altından xətt çəkim, bilmədiyim sözlər falan. Ondan sonra həmin oxuduğum səhifələri özümə qısaca yəni bir konsept çıxardım, danışım. Konsept idi, yoxsa kontekst idi, neydi, bilmirəm. Yəni qısa məzmununu çıxardım, öz-özümə danışım. Məqsədim o idi ki, o kitabdan ingilis dilimi inkişaf elətdirim. Ondan sonra o kitabı o cürünə, ya 2 səhifə oxuyuq, qutarandan sonra oturum başdan bir sıfırdan ki, mənə nəsə qatsın. Çünki o kitab çox qəşəng kitabdır da. Bu cürünə. İndi söndürüm kameranı, zarafatsız saxlamaqdan telefonu qolum ağrıdı. Gedim Python-ı şey eləyim, o 4 dənə mövzu deyirdimə qalıb onlara baxım. Deməli, bu dəqiqə saat 10-a qalır. Mən bu while döngüsüdür, break'dir falan, onları artıq demək olar anladım, başa düşdüm. Və praktika üçün bir dənə kod yazmaq istəyirdim. Yəni, məsəl üçün adım var, şifrəm var və mən onu yazıb daxil oluram ora. Və bir xəta verir. Python-da da şey var da, məsəl üçün bir şey səhvdirsə, burada yuxarıda, məsəl üçün, ya bir dənə qırmızı nida var, ümumiyyətlə səhvdirsə, yəni proqram çalışmayacaqsa, bir dənə qırmızı dairə olur, istədə nida olur qırmızı rəngdə. Yəni, amma çalışa bilərsə sarı rəngdə bir dənə üçbucaq olur, içində nida olur. Düzdürsə, bir dənə də quş olur yaşıl rəngdə. Məndə də bir dənə qırmızı var, yanına yazıb 6. Baxıram iflərin yanına qoşu nöqtəni qoymuşam, mötərizələrə baxıram, qoymuşam. Yəni, bilməm, boşluqlara baxıram, hamısı düzgündür də. Tapa bilmirəm səhv nədədir. Bəs kodu bir dənə götürdüm, screenshot elədim, atdım şeyə, ChatGPT-yə ki, burada səhv nədir? Deyir, qrammatik olaraq bir səhv yoxdur. Tək problem odur ki, while-ın W-sunu böyüklə yazmışam. Dəli olmuşam da, bəlkə 20-25 dəqiqə oturub baxmışam ki, mən burada neyi səhv eləmişəm. Oturub şeyə baxıram ki, neysə səhv eləmişim. Sonra öyrəndiyim videoya girdim. Yəni, çalışıram ki, orada onun dediyi kodun bənzərini yazım da. Bəs o ilə eyni şeyləri eləmişəm də. Baş hərfin yəni, böyük balaca olmasına fikir vermirəm belə, yəni qram ağlımda deyil. Götdüm o dəyişdirdim, 6 yazılmış deyir, riski düşdü 1-ə. Sonra da bir dənə neyi sonra, yox 1-ə düşmədim, yəni 0-a düşdü, 2 dənə şey qaldı. Bu sarı rəngdə üçbucaq içində nida. O da bu mötərizə şeydir, yəni onu qoysam da olar, qoymasam da. Kod işləri düzəlməli şükür Allah. İndi bir dənə bu for döngüsünə də baxım, ondan sonra for döngüsünə məsələyə də baxım. Böyle onca ingilis dilinə vaxt qalmayacaq, bu xətaya çox vaxtım getdi. Hazırda evdən çıxmışam, indi hazırlığa gedirəm və böyük ehtimalla gecikəcəyəm 2-3 dəqiqə. Ona görə hal-hazırda çox da danışmayacağam. Yəni kameranı söndürüm, qaça-qaça gedim hazırlığa. İndi hazırlıqdan çıxandan sonra alınsa açaram kameranı, alınması da evə qayıdandan sonra açaram. Deməli, hazırlığımız olmurmuş sən demə, yox demiş hazırlığımız. Nəsə uşaqlar sınağa gedirlər, neynirlər, yenə hazırlığın vaxtını təxirə salırlar. O da dünənləri mən medal verməyə olmuşdum deyənə hazırlığa gelmədim. Yəni bunu dünən naşırlar, mənim xəbərim yox idi. Ona görə gəldim, indi bəs çatmışam, zəng edirəm müəlliməyə, deyir ki, hazırlıq yoxdur, təxirə salmışıq falan. İndi abram təzdən evə qayıdıram, evə qayıdandan sonra da bu Python-da bir dənə o for deyirdim, for istifadə olunaraq qurulan məsələlərə nümunə. Ona baxa bilməmişdim.
Cebində ona baxaram. Ondan sonra ingilis dili falan işləyərəm. Bir də sabahlar Azərbaycan dili hazırlığımız var bizim və tapşırıq olaraq mən bir qrupa atacağım və qrupa da elə çəkini atmayıb. Yəni əgər atsa onu yazaram, atmasa da ki buz arenasından falan qayıdandan sonra. Bir də dünənləri o çəkdiyim medal vermə vlogunu da gedib editləyərəm, paylaşaram. Həm uzun, həm qısa vlog kimi. Bu cürlə indi söndürüm kameranı. Bir də indi açarım evə gedəndə falan. Bir 15 dəqiqə sonra falan Yusiflə məhəllədə görüşüb, gedəcəyik Meçid tərəfdən digər uşaqlarla görüşməyə falan. Bayaqdan nə edirəm? Bizə gəlmişdi Yusif, biraz FIFA falan oynadıq. Ondan sonra indi hal-hazırda videonu editlədim. İndi də onun thumbnailini hazırlayıram. Thumbnaili düzəldim, yəni videonu yükləyim. Ondan sonra mən də evdən çıxacağam. Elə böyük ehtimalla tam belə üst-üstə düşəcəyə baxdım. Nəsə, hal-hazırda evdən çıxmışıq, indi avtobusdayıq. Gedirik Paşavka tərəfə. Oradan da 79-a minəcəyik, deyəsən geyəcəyik buz arenasına. Bəli, əziz tamaşaçılar, uydurluqlar necə orada olar? Oba, hal-hazırda çatmışıq buz arenasına. Gəlib indi yarım saatda orada sıra gözləyəcəyik. Yol probkaydı. Əslində çox qısa yolla gələ bilərdik. Bir dənə 165-ə minib bura gələ bilərdik, amma 3 dənə avtobus dəyişdik. Bəli, mən düz deyirəm. 160 birbaşa bura gəlmir. Təsir başa düşmüşəm, elə bildim Əcəmi. Bəli, sən elə başa düşmüşsən hə. Əcəmidən gəldik. Univermaq Əcəmidən düşdü 20-yə. Univermaqdan düşüb bundan bilmək olardı. Yenə 2 avtobus dəyişmiş olurduq da. Elə daha rahat. 79-50 qəpik idi, bu birisləri 60 qəpik idi. Həqiqi. Hə. Onda mənim kartımda nə qədər? 10 qəpik artıq pul var elə bil ki. Mənim qazandığım kartım sənin. Yox. Mırd. Arxadan günəş qəşəng vurur. Çatmışıq bura indi içəri giyirik. Allah qırmızı xeyirləsin. Nə dolab ev. Mən söndürürəm bunu, Allah qorxuram belə girməyə. Sözü sürməyə öyrən. Professional sürücüyəm ha. Əlbəttə oyna. 50 şey. Bomba kimi. Bayaqdan yıxılmamışam. Əlimdə telefonla yıxılsam çox böyük pərt olaram və telefon da pərt olar. Qorxdan. Rətvabı tapdın. Bu cür nə də? Telefonum ama işə baqa şəhət edir. Kimsən məni çağırır. O, deyimi? Yusif də buradadır. O ayaqdan mındar oldu 50 dəfə. Niftiyim! Nəsdə bu cür söndürüm telefonu. Elə biləm yıxılacağım birazdan. Ən azından mənə nəsə olsun, buna nəsə olmasın. Elə. Uşaqlar bizi çıxartdılar bayıra, dedilər bizi təmizləyirlər, nəsə bir şey eləyirlər. Mən də bilmədim nə eləyirlər, amma bizi çıxartdılar bayıra. Orada dayıdan qarı təmizləyib, dən maşında GTA 5-də o çift kod danışdırır maşına düşür. Yalandan dedilər vaxt uzaq abi olunca, olunmasa burada şüvənliyi çıxardaram. Bu cür nə şey. Qırıq mal veriblər mənə, Team'dan gəlir. Məndə də qırıq, ipi cırıq falandır. Nəysə.
Sonra sən maşın çıxdı içəridən buraxırlar deyəsən. Sən nə demək istəyirsən? Neçə dəfə yıxılmısan? 3 dəfə yıxılmışam, amma hədəfim 2 idi. O yüzü bilmən yıxıldı. Atalar 3-dən deyib 3-dən artıq Heç olmayacaq. yıxılmamışam. Yalan deyir. 10 dəfə gözümün qabağında yıxılıb nədir? Birinci uşaqlar. Bu cürnətdə vəsiyyət bir dəqiqə. Öyrəndim ha şey. Oy, bunlar oldaydım. Mesela ben başımı bırakıram da video çekmeyi. Çünkü ya ben ya da bu ikisinden biri bunlar olacak. Böyle. Ve vaxtınızın da kurtarmaqdan nə qədər qalqıran bir fikrim yoxdur bu arada. Bir de o yanlar çok yaxşıdır əslində. Ama o gibi. Ama şey olduza, bu giriş hissəsinə gələndə çox basa-basa olur. Adam ya elə bilir yıxılacaq falan. Hal-hazırda çıxdıq buradan da. Elə o şeydir. Bu içərini təmizlədilər. Ondan sonra biz girdik. Elə bir 5 dəqiqə falan sürdük. Ondan sonra çıxartdılar. Dedilər ki, basın bayrağı. Biz də çıxdıq sonra. Hə, dur, Red Bull oynayın. Bir saatımı qaytarın. Amma qəşəng. Gedirik indi gəncliyə. Gəldiyim adada oturduq. Tamam, yəni loxlandıq kimi bir şey oldu. Allah'ım, bu boyda balaca burgeri oyun 3 manat Birisi 11 faiz servis Ondan verir. 3 dənə Buranı anlansın. Asimin pulundan verir. 2 dənə limuzin, 2 Bilməyən dənə ayran. Allah'ım olsun. Aşağı düşüb aşağıda Olimp dönərdi, oturub dönərdi şeydi. Həmin bura mən 4 dənə ət dönəri, 2 dənə də ayran alıb yeyərdim. 4 dənə ət dönəri pişirsədim. 2 dənə də ayran. 13 manata bu boyda şey verir. Allah'ım, çox böyle loxlanmış kimi hiss edirəm. Sesini də çıxarda bilmirəm. Olsun aşağıda heç nə yoxdur, heç orası. Var, 2 var. Allah Kolmanın dənəsi 2 manatlı gətir. Kola 5.50 idi, ayran 3 manat idi. Binəqəddə ayran iş olsa 50 yapayım. Ayran nə? Alman. Zülümxanat da. Mən hal-hazırda Madodan da çıxdıq. Bir şey hiss edirəm, ona verdiyimiz o, burgerə verdiyimiz o, nə bilim, danışa da bilmirəm bir şey. Çörək də boyatı idi, 2 gün əvvəlin çörək zadı idi böyük ehtimalla. 3 manat 50 qəpik servis Hara baxın dövlət. Sesim tutulub. Ne üçün tutulub bilmirəm, amma hardasa tutulub sesim. Bu videonu da mən burada qutarım. Özünüzə yaxşı baxın. Təzə videolarda görüşmək qədər. Sağ olun, salamat qalın. Daşdiqanqa. Normalde videonu qutarmışdım prosta. Allah ki bekarçılığı video. Nətdim qoy təzdən açın videonu. Səsi batır abi qışqır. Nə danışım bilmirəm. Prosta mırtansınca ölsəncə. Danışım. Nə demək istəyirsən? Necə keçdi? Yorulmuş. Yaxşı idi. Yemək bir dənə oldu. 13 manat. 3 manat su idi. Da yanırdım sudan məcburiyyətdən. Ya mən alsam Yandırır. hər qardaşla deyərdim. Səsin gedib alasın. Allah sesim harda getdi bilmədim amma getdi mənim sesim. Çox pis getdi ya. Burada daydaylar səs çox. Qur'ana and olsun ha. Bu cürnədə nəsə indi qoy söndürüm videoda. Prosta bayaqları bəs mədəniyyət evinə getdim. Düzgün özümü görəndə köynək falan nəsə gözümə qəşəng göründüm deyən. Etdim qoy təzədən başladım videonu.